İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Biz bugün korporativ idarəetmədə müasir trendlər və tənzimləmələr haqqında danışacağıq. Məsələnin daha çox hüquqi tərəflərinə toxunacaq. Çünki bugünkü həmsöhbətim 5-ci yüksəliş müsabiqəsinin qalibi vəkil Məmməd Balacanovdur. Məmməd bəy, xoş gəldiniz. Necəsiniz? Xoş gördük, çox sağ olun. Minnətdaram dəvət üçün. Sizin vəkil olmağınız, bu hüquqi məsələləri daha yaxşı bilməyiniz sizcə necəsə kömək elədi yüksəlişdə qalib gəlməyə? Sözsüz peşəkar qabiliyyətlər belə deyək dəstək olur. Çünki vəkillərin və hüquqşünasların, peşəkar hüquqşünasların günü müxtəlif problemləri həll etməklə keçir və əslində yüksəliş müsabiqəsinin xüsusilə də yarım final və final mərhələsi hansısa bir problemlərin birgə komanda şəklində həll edilməsini və bir həll yolunun tapılması üzərində qurulmuşdur. Ona görə peşəkar təcrübədən formalaşan həmin o keyfiyyətlər insanın köməyinə gəlir. Amma təbii ki, bunlar kifayət deyil. Yəni siz yaxşı danışa bilirsiniz, danışdığınıza inandıra bilirsiniz və öz fikrinizi müdafiə edə bilirsiniz. Bəli, bu belə deyək, bir vəkilin və peşəkar hüquqşünasın baza belə deyək, keyfiyyətləridir ki, bəli, yazılı və şifahi nitq qabiliyyəti yüksək səviyyədə olmalıdır. İkincisi isə qarşısındakını inandırmağa bacarmalıdır. Və sözsüz ki, bu iki keyfiyyət kifayət deyil. Yüksəlişdə qalib gəlmək üçün orada digər əlavə keyfiyyətlər də lazımdır. Amma bunlar da adama çox kömək olur. Öz ideyana, öz düşündüyünə insanları inandırmaq bu doğrudan da çox əhəmiyyətli bir bacarıqdır. Çünki bəzən olur ki, sən bir hər hansısa ideya ilə gedirsən müdirin yanına, onu qəbul etdirməyə. O sənə qulaq asmır, amma eyni məsələni gedir başqası danışır, onu eşidir, onu qəbul edir. Sizcə bax burada fərq nədən ibarət? Yəni adam bunu necə düzgün təqdim edəndə, insana necə yanaşanda sənə daha tez inanırlar və eşidirlər? Hansısa bir dəyişiklik edilmənin ilkin etabı həmin dəyişikliyə hansısa bir ehtiyacın mövcudluğunu diqqətə çatdırmaqdır. Mən düşünürəm ki, sən birinci özün inanmalısan öz ideyana, amma inanmaq kifayət eləmir. Sən həmin dəyişikliyin mahiyyətini və onun nəyə görə lazım olduğunu göstərməlisən qarşı tərəfə və burada hansı faydanın olduğunu göstərməlisən. Ona görə ki, insanlarda belə bir xüsusiyyət var ki, onlar örgəşdikləri bir şeyi dəyişməyə qarşı biraz həmsə mühafizəkar olurlar. Və orada öz faydasını, hansısa bir yeniliyin gətiriləcəyini o görmürsə, aydın şəkildə təsəvvür edə bilmirsə, ona getməyə biraz çəkinir. Və sənin də bir menecer kimi də deyək ki, rolun ondan ibarətdir ki, əgər hansısa bir dəyişiklik təqdim edirsənsə, yalnız özündən yuxarı səviyyədə insanlara yox, menecer deyək ki, öz tabiçində olan əməkdaşlara da hansısa bir iş prosesini dəyişir, yeni bir tələblər gətirirsə, birinci özü ona inanmalıdır, ikincisi insanları ona inandırmalıdır və bunun insanların işlərini gündəlik həyatında da çətinləşdirən bir şey yox, əksinə necə asanlaşdıracaqdır sualını izah etməlidir, onları inandırmalıdır. Bu zaman daha effektiv şəkildə baş verir. Yəni qarşı tərəfə əmin etmək lazımdır ki, bunun faydası sənə daha çoxdur. Sözsüz ki, yəni özümü düşünmürəm sadəcə. Çünki tək sənin bu bilirsiniz bir tərəfli yol deyil, bu iki tərəfli yoldur. Əgər insan özünün həyatı ilə bağlı nəyisə dəyişmək istəyirsə, bu da asan bir proses deyil. Birinci özü insan öz-özünlə dialoqdadır. Amma iş prosesində, peşəkar prosesdə demək olar ki, 99% münasibətlər iki tərəflidir. Və tək sənin inanmağınla, yəni bu sanki qaçmağa bənzəyir. Tək ayaqla qaça bilməzsən, iki ayaqla qaçmalısan. Ona görə sənin gördüyünü və sənin inandığını qarşıdakılar da görməlidir və inanmalıdır və onlar eyni zamanda özlərini onun içərisində görməlidirlər. Sən izah etməlisən ki, bu ümumi fayda üçün gərəklidir. Bu hamımızın belə deyək, işin keyfiyyətinin artırılması üçün gərəklidir. Yalnız fərdi burada mənafidən söhbət getmir. Amma özündən üst vəzifədə olan insanı nəyisə inandırmaq, yəqin ki, əməkdaşları nəyisə inandırmaqdan daha çətindir də, daha doğrusu. Əməkdaşlar hətta inanmasalar belə riayət edəcəklər sizin dediyinizə, qorxularından, amma özündən üst və ya investorla danışıqda, məsələn, nəsə düzgün hər halda bunun konkret bir düsturlar var da, yəqin ki, yanaşma necə olmalıdır, yoxsa yox? Sözsüz ki, hər münasibətdə belə deyək də, terminlə isə stakeholderlar var, maraqlı tərəflər var və tərəflərin gözləntisi prosesdən fərqlənir.
hər stakeholderın gözləntisi eyni deyil. Sözsüz ki, deyək ki, bir investorun gözləntisi ilə bir işçinin gözləntisi prosesdən eyni deyil. Və sən yanaşmanı həmin stakeholder, həmin maraqlı tərəfə uyğunlaşdırmalısan. Və onda belə deyək, həmin addımı atmağa nələr trigger edə bilər onu, nələr onu razı sala bilər, onu başa düşməlisən. Və işçi məsələsindən də bağlı bir şey qeyd edeyim, o qorxu faktoru məncə o heç də düzgün bir motivasiya faktoru deyil. Və belə deyək, motivasiya dırnaqarası motivasiyalar da uzun müddətli olmur. Adətən daha sonra o həm əmək kollektivinin motivasiyasını aşağı salır, ya komandanın dağılmasına səbəb olur. Ona görə mən daha çox... Yetkin əməkdaşdırsa bəli, amma əks halda bəzən qorxu ən güclü motivasiya olur deyə düşünürəm. Mən daha çox disiplinin üzərində qurardım. Çünki qorxu, belə deyək, bəlkə də bu anlayışları biraz dəqiqləşdirməliyik. Qorxu dedikdən nə başa düşürük? Var disiplindən irəli gələn bir qorxu məsələsi. Məsuliyyət. Məsuliyyət. Bunu məsuliyyət də adlandıra bilərik. Var insanın, belə deyək, artıq hansısa şəxsi səbəblərdən səndən çəkinməsi ki, onun dediyini etməyəcəksənsə, bu onun işini itirməsinə səbəb olar, əmək haqqını itirməsinə səbəb olar. Məncə bir menecerin yaratmalı olduğu əsas mühit ondan ibarətdir ki, obyektiv mühiti yaratmaqdır. Yəni sözsüz ki, heç bir işçi ideal deyil, heç bir menecer də ideal deyil və praktikada da sən hamının sona kimi yolunu davam edə bilməzsən. Bu da normal bir haldır. Amma bu qorxunun üzərində əsaslanmamalıdır, bu obyektivliyin üzərində əsaslanmalıdır və sən insana o imkanı yaratmalısan ki, o özünü göstərsin və belə deyək, həmin o uğursuzluq və uğur da nəticə etibarilə həmin insanın bir özündən asılı olmalıdır və bu aydın şəkildə ona təqdim etməyi bacarmalısan ki, o başa düşsün ki, hansı bir qeyri-obyektiv səbəbdən o işini itirmir, əmək haqqını itirmir, hər şey onun əlində idi, sən menecer kimi ona belə deyək, ədalətli şəraiti yaratmısan. Mən sizinlə razıyam bu dediklərinizdə. Bəlkə də rəhbərlər belə düşünür, belə etməyə çalışır. Amma hansı işçi işdən çıxarılanda o düşünür ki, öz səhvimə görə çıxartdılar. Belə insan yəqin çox azdır və ya bilmirəm, varmı? Mən görməmişəm. Yəqin ki, və o dediyinizdə haqq var. Çünki yetkili insanlar özündə səhvi görməyi bacarır. Və adətən xüsusilə də belə deyək də Azərbaycanda bu əmək münasibətləri bizdə eyni zamanda biraz Sovet ənənəsindən gəlirik və qanunvericilik kifayət qədər deyək ki, işçilərin hüququnu qoruyan bir qanunvericilikdir o baxımdan, nəinki işə götürənlərin, yəni Amerika kimi deyil bizdəki rahat şəkildə adam işdən çıxardasan. Adətən proses o yerə gəlib çatanda bu çox nadir hallarda olur və artıq belə geri çevrilməz bir proses həddində olur ki, şəxsi məcburi şəkildə işdən çıxarırlar. Və elə halların əksəriyyətində böyük ehtimalla insanların, yəni hərə özünün haqlı olduğunu düşünəcəkdir. Və burada qaçılmazdır. Yəni siz hamının xoşuna gələ bilməzsiniz. Çətin qərarları qəbul etmək də bacarmaqdır. Amma birinci insanın bir qanun qarşısında düzgün olmalısan, ikinci vicdanın qarşısında düzgün olmalısan və əgər qarşındakı insan, yəqin ki, sən də onu hansısa keyfiyyətlərine görə işə götürmüsən. Çünki emosional baxımdan hamı fərqli qərar verə bilər. Amma o emosiyalar sakitləşəndən sonra, müəyyən müddət keçəndən sonra, əgər sən ədalətli olmursansa və ədalətli şəkildə onu işdən kənarlaşdırmısansa, o özü başa düşəcək. Və əslində başa düşəcək ki, o onun üçün gələcəyini əngəlləmir, gələcək üçün ona imkanlar açır ki, çünki eyni xüsusiyyəti dəyişməsə, o problem onu həyatı boyu izləyəcək. Və bu əslində təkmilləşmək üçün bir imkandır, düzgün başa düşən insan üçün. Bir də Məmməd bəy, bəzən bax vurğulayırsınız ki, bizdə qanunvericilik də daha çox əməkdaşlar, ümumiyyətlə işçiləri qoruyur. Bununla bağlı sahibkarların da mən tez-tez giləyləndiyini görürəm ki, əslində qanunvericilik sahibkarı da düşünməlidir, onun da tərəfində daha çox olmalıdır, amma niyə belə deyil? Və bununla bağlı hər hansısa bir dəyişikliklər olacaqmı qanunvericilikdə, gələcəkdə ya yox? İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Bugünkü həmsöhbətin 5-ci yüksəliş müsabiqəsinin qalibi Məmməd Balacanovdur. Biz onunla birlikdə korporativ idarəetmədə müasir trendlər və hüquqi tənzimləmələr haqqında danışırıq. Orada qalmışdıq ki, qanunvericilik niyə daha çox işçini qoruyur, işə götürəni yox və gələcəkdə bunun biraz belə daha dəyişmə ehtimalı varmı, yoxsa? Düşünmürəm ki, ciddi dəyişikliklər olacaq. Nəyə görə? Hüquq sosial normalların toplusudur.
və bu dövlət tərəfindən sanksiyalaşdırılan bir sosial normalardır və bu sifariş, həmin sosial sifariş cəmiyyətdən gəlməlidir. Yəni hüquq cəmiyyətdən ayrıla bilməz, parçalana bilməz. Və ona görə biz hər bir dövlətin keçdiyi inkişaf yoluna və onun qanunvericiliyinə baxsaq görək ki, onun müvafiq tənzimləməsi ilə, qanunvericiliyi ilə onun sosial-iqtisadi şəraiti və tarixi arasında bağlılıq var. Eyni şey Azərbaycan üçün də keçərlidir. Yəni biz qeyd etdiyimiz kimi tək biz yox, Avropa ölkələri üçün də bu keçərlidir. Bizdə sosial hüquqlar tarixən daha güclü olub. Anglo-sakson tərəfə baxsaq və müqayisə etsək, bizim özümüz də eyni zamanda bir 70 illik bir periodda Sovet dövlətinin tərkibində olmuşuq. Hardakı o belə deyim sosial hüquqların ən azından əmək münasibətləri çərçivəsində işçinin xeyrinə ciddi şəkildə mühafizə olunduğu, müdafiə olunduğu bir dövr idi və qanunvericilik və eyni zamanda insanların psixologiyası bu formada formalaşırdı. Burada haqlı məqamlar da var, ədalətli məqamlar da var. Çünki işçi əksər hallarda bu zəif tərəfdir işə götürənlə münasibətdə və onun qorunmasına, dəstəyə ehtiyac var. Amma burada əsas məqamlardan biri qızıl ortanı tapmaqdır. Yəni qanunvericilik o formada olmamalıdır ki, o eyni zamanda biznesi boğsun. Mən deməzdim bizim hazırki qanunvericilik biznesi boğur. Müəyyən hallarda bəlkə orta kiçik biznesə daha diferensiallaşmış bir yanaşma ortaya qoyula bilər. Amma məsələ həssas olduğu üçün və cəmiyyətin əksəriyyətində belə deyək, hamımız demək olar ki, işçiyik, hardansa bir əmək haqqı alırıq və hər birimizin həyatına təsir göstərir. Bəlkə də işə götürənin xeyrinə hansısa bir dəyişiklik təklif olunsaydı, birinci ona etiraz edənlərdən biri bizlər olarıq. Hə, sahibkar olmayana qədər elə olursa, amma sahibkarlar da axı iqtisadiyyatın əslində əsasını təşkil edir də. Sözsüz o bir dənə belə bir ifadə var, deyir o qanunvericilik biznes elədir ki, o qanunvericiliyin arasındakı boşluqlardan nəfəs alır. O dövlətin əsas funksiyalarından biri elə olmalıdır ki, o biznesi nə tam sərbəst buraxmaq olmaz. Nəyə görə? Çünki bazarı tənzimləmək lazımdır, ictimai münasibət tənzimləmək lazımdır. Əks halda insanlarda belə bir xüsusiyyət var ki, onlar tənzimləmə olmayanda və nəzarətsiz bir yerdə insanlar qeyri-legal və qeyri-etik davranışları bəzən xüsusilə də biznes kontekstində meyl göstərirlər. Hətta bu bizim coğrafiyadan söhbət gedir, bütün dünyadan gedir. Bütün dünyadan gedir. Biz misal üçün korporativ idarə etməni danışırıq. Azərbaycanda bu nisbətən yeni məfhumdur, amma deyək ki, Qərbdə uzun illərin bir məfhumudur və hərbdə belə bir şey var. Deyirlər ki, hərbi nizamnamələr və qaydalar qanla yazılır. Yəni pis təcrübələrin əsasında formalaşır. Baxmayaraq ki, korporativ idarə etmə Qərbdə bu qədər inkişaf edib və o pis təcrübələrin əsasında bəzi inkişaflar olubdur. Amma yenə də orada korporativ skandallar biz görürük. Menecerlər sui-istifadə edir öz məqsədləri üçün. Çünki onların fərqli bəzi stakeholderlardan danışdıq. Hərənin fərqli məqsədi var. Menecerin fərqli məqsədi var, investorun fərqli gözləntisi var və belə olduqda bunu uzlaşdırmaq üçün artıq dövlətin müdaxiləsi lazımdır. Amma bu müdaxilənin hədlərini, o dediyimiz o qanunvericiliyi nə çox sıxmaq olmaz nəfəsi kəsməmək üçün, nə də çox boş buraxmaq olmaz. O zaman isə bütün artıq sistem nəzarətdən çıxar. Mehmet bəy, sizin müşahidələrinizə görə bizdə artıq bu korporativ idarə etmə anlayışı nə qədər formalaşıb və Qərblə bizi müqayisə etsək hansı fərqləri görürük? Ümumilikdə dünyada yəni 3 tip korporativ idarə etmə modeli var. Biri Anglo-sakson modelidir, biri Avropa modelidir, digəri isə Yapon modelidir. Azərbaycan qanunvericiliyi və eyni zamanda bu korporativ idarə etmənin tənzimlənməsi bizdə Avropa təcrübəsi əsasında qurulubdur. Əsas da Almaniyanın təcrübəsi əsasında və bunun əsas özəyini deyək, mülki qanunvericiliyi mülki məcəllə təşkil edir. Amma tənzimlənmə sahəsi son dövrlərdə baxsaq dövlətin xüsusilə də ictimai sektor üçün marağının artdığını görürük. Bizdə dövlət müəssisələri və nəzarət payı dövlətə məxsus olan şirkətlər üçün məcburi belə deyək, korporativ idarə etmə standartları və qaydaları var. Artıq 2019-dan tətbiq edilməlidir, amma tam olaraq tətbiq edilir yoxsa yox, bu başqa bir sualın mövzusu ola bilər. Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunmuş, amma bu tövsiyə xarakteri daşıyan özəl bizneslər üçün korporativ idarə etmə standartları var. Digər tərəfdən isə bank və sığorta sahəsi bu bütün dünyada belədir, Azərbaycanda da detallı tənzimlənən sahələrdir. Burada artıq məcburi korporativ standartlar var və banklar onu tətbiq etməlidir məcburi qaydada. Ona görə ictimai sektor, maliyyə sektorunda, yəni sığorta və bank fəaliyyəti sektorlarında bəli bizdə kifayət qədər detallı tənzimləmə var. Amma özəl müəssisələrdə düşünürəm ki, bu məsələ ilə bağlı görüləcək bir çox iş var. Siz deyirsiniz ki, 2019-dan artıq ictimai iaşə sektorunda konkret standartlar müəyyən edilib.
İAŞ sektoru yox, dövlətə məxsus olan hüquqi şəxslərlə bağlıdır. Bu nəzarət payı, yəni 51%-dən artıq payı dövlətə məxsus olan şirkətlərdə onların fəaliyyətinin qiymətləndirilməsi üçün səmərəlilik göstəriciləri olmalıdır, menecmentin fəaliyyəti qiymətləndirilməlidir. Bundan əlavə müvafiq korporativ idarəetmə standartları artıq tətbiq edilməlidir. Yəni şirkətin fəaliyyəti belə transparent və müasir tələblərə uyğun şəkildə qurulmalıdır və menecmentin də əmək haqqısı və kompensasiyası onların o performansı ilə əlaqələndirilməlidir. Özəl sektora da bu aidiyyəti var, yoxsa? Özəl sektorda baxın yenə də bəlkə məsələyə qayıdırıq, o qızıl orta tapma məsələsi də. Dövlət özünə məxsus şirkətə münasibətdə məcburi tələbləri daha rahat formada qoya bilir. Amma özəl sektorda bu yanaşma artıq bir qədər imperativlikdən çıxır və özəl sektorda bizdə daha çox bu könüllü xarakter daşıyır. Bəzi müəssisələrdə əgər müəssisə deməli ictimai əhəmiyyətli bir müəssisə kateqoriyasına daxil ola bilərsə, özünün dövriyyəsinə görə, həcminə görə, böyüklüyünə görə bir sıra məcburi korporativ idarəetmə strukturlarının formalaşdırılması tələbi var. Məsələn, müşahidə şurasının yaradılması məcburi hala çevrilir, audit komitəsinin yaradılması məcburi hala çevrilir. Amma yerdə qalan hallarda bu məcburiyyət bir qayda olaraq yoxdur, daha çox bu könüllü xarakter daşıyır. Onlar üçün korporativ mədəniyyət anlayışı yəqin ki daha yaxındır və sizcə ümumiyyətlə korporativ mədəniyyət anlayışı bu hüquqi tənzimləmələrdən daha güclü təsir göstərə bilər, yoxsa? Məncə bunlar ikisi birlikdə inkişaf edən və bir-birinə təsir göstərən məfhumlar da anlayışlardır. Mən onları bir-birindən tamamilə izolyasiya olmuş formada təsəvvür etməzdim və başlıca səbəb ona görə ki, əgər tənzimləmə reallıqdan kənarlaşırsa və qırılırsa və hansısa bir etik və belə deyək, mədəni bir əsası yoxdursa, belə desə korporativ mədəniyyət baxımından o formal olaraq qalır. İngiliscəsində buna box ticking də deyirlər. Yəni əslində Azərbaycanda bir çox şirkətlər bəlkə də məcburiyyətdən deyək ki, hansısa müşahidə şurasını yaradır. Faktiki olaraq müşahidə şurasının bir gətirdiyi fayda, yaratdığı əlavə dəyər yoxdur. Sadəcə olaraq olmalıdır deyə var. Bax burada artıq tənzimləmə ilə reallıq arasında qırılma yaranır. Mən açığı korporativ mədəniyyət deyəndə daha çox yazılmayan qaydaları başa düşürəm. Düzdür, bir çox şirkətlərdə bunlar yazılır, hətta əməkdaşların xəbəri olur, bəzilərində heç ümumiyyətlə o da olmur. Amma korporativ mədəniyyət sanki bu ümumi ortaq dəyərlər, bizim şirkətin bir yanaşması, düşüncə tərzi, sanki bu daha çox yazılmır. Okay, mən başa düşdüm. Siz daha çox şirkətin missiyası və şəxs özünü o missiyaya bağlı və uyğun görürmü və dəyərləri nədir şirkətin və həmin dəyərlər sənin şəxsi dəyərlərindən uzlaşırmı? Sən layallıq və bağlılıq hiss edirsən şirkətə. Bunu bu formada başa düşürəm. Baxın, bütün şirkətin missiyası, dəyərləri yenə də kağız üzərində ola bilər. Amma korporativ idarəetmənin də mahiyyətinə baxdıqda bu əslində həmin dəyər və missiyanın reallaşmasına yönələn bir tənzimləmədir. Yəni siz iddia edə bilərsiniz ki, siz kifayət qədər şəffaf çalışırsınız. Amma bu şəffaflıq anlayışı biraz mücərrəd anlayışdır. Siz bunu obyektiv sütunların üzərinə otuzdurmalısınız. Şəffaflığı necə təmin etməliyik? Siz deyək ki, maliyyə hesabatlarınızı audit etməlisiniz, maliyyə hesabatlarınızı bölüşməlisiniz zamanında investorlarla. Sizin aidiyyəti strukturlarınız olmalıdır ki, onlar riskləri zamanında görüb, zamanında qiymətləndirə bilsin ki, daha sonra investor üçün böyük itki yaranmasın, pul itkisi yaranmasın. Və bu yalnız investor üçün nəticəsi olmayacaq. Yəni müəssisədə düşünün ki, düzgün qərarlar verilmir və yaxud da ki, hansısa qeyri-legal management bir addımlarla məşğuldur. Nəticədə şirkət böyük həcmdə mənfəətini itirir, öz gəlirindən məhrum olur, pulunu itirir və bunun nəticəsi gəlir işçiyə də çatır. Çünki müəyyən bir yerdən sonra siz artıq xərclərinizi kəsməyə məcbur olacaqsınız, işçiləri ixtisar etməyə məcbur olacaqsınız. Ona görə bəli, dəyərlər olmalıdır sözsüz və bu dəyərlər bizim başlanğıc müddəalarımızı və hara getmək istəyirik, o yolumuzu bizim üçün çizir. Amma yol hərəkətinin qaydaları nədir? Bu qaydalar olmadan həmin yolda irəliləmək olmaz, xaos yaranır. Razıyam, bu sütundur. Sizin də dediyiniz kimi bu onsuz da olmalıdır. Bəli. Amma məsələn, korporativ mədəniyyət deyəndə bax həm də düşünmək olar ki, bəzi şirkətlərdə əmək haqqı bu konfidensialdır. Onlar əməkdaşlara tövsiyə olunur ki, bir-birləri ilə paylaşmasınlar və hətta müqavilə bağlanılır ki, danışılmasın. Düzdür, danışılanlar da olur, amma yenə də. Amma bu hüquqla reallıqda heç zaman işləmir. Hamı bir-birindən danışır. Bəli, bunu bir hüquqşünasdan eşitmək maraqlıdır. Amma qanunvericidə axı bununla bağlı dəqiq nəsə var? Biz bir-birimizə öz əmək haqqımızı deyə bilərikmi ya yox? Yəni bu vaxt belə tənzimlənmir. Əgər bu belə deyək, bu sizin
şəxsi belə deyim məlumatınız hesab oluna bilər. Çünki bu yalnız işə götürən məlumatı deyil, digər tərəfdə sizsiniz. Belə olduqda sizin onu, yəni bölüşə bilərsiniz onunla bağlı. Dediyim kimi yenə də ötəliklərinizə də baxmaq lazımdır. Amma ki bununla bağlı hansı bir məhdudiyyətlər üzərinizə götürmüsünüz. Amma yerdə qalan hallarda bunun bölüşməsi ilə bağlı bir məhdudiyyət yoxdur və düzü o korporativ dəyər və etikaya da tam olaraq o necə təsir göstərir də mənə aydın deyil. Bəlkə şəffaflıq baxımından deyirsiniz ki, insanlar bir-birlərinin əmək haqqında bağlı məlumatlı olması bu şəffaflığa bir töhfə kimi Bilmirəm, bunu HR-lar yəqin daha yaxşı cavab verər. Mən yəni sırf korporativ baxımdan onun birbaşa təsirini görmürəm. Yəni paylaşılsa yaxşıdır. Yəni paylaşılmasının da təsirini düzü deyim ki, görmürəm. Mənim üçün burada deyək ki, şəffaflıq nədən ibarətdir? Siz düzgün və hamıya açıq şəkildə əməyin qiymətləndirilməsi meyarlarını yaratmalısınız. Fərdə uyğunlaşmış yox, obyektivliyə uyğunlaşmış meyarlar olmalıdır və insan başa düşməlidir ki, ondan gözlənilən nədir? Nəyi etsə bunun gəliri artacaq, nəyi etsə bunun karyerası yüksələcək. Bax, bu nəyi necə etmək isə artıq bu gəlir yenə də bu məsələnin regulyasiya tərəfinə. Ki, sizin normal daxili prosesləriniz olmalıdır, prosedurlarınız olmalıdır və işçidə əminlik olmalıdır ki, ondan gözlənilən nədir? Yəni maaşları gizlətməkdənsə necə edib artıra bilərlər? Yəni niyə o ondan çox qazanır? Bunu bir-birinə bilmələri daha yaxşıdır. Bəli, yəni düzdür, mən bununla bağlı statistik bir analiz aparmamışam, amma mən əminəm ki, işçilərin işi tərk etməyində böyük səbəblərdən biri odur ki, onlar gələcəklərini aydın formada görmürlər orada. Yəni gələcəyi ilə bağlı insanda əminlik olmalıdır. O başa düşməlidir ki, onun proqresi nədən asılıdır, oyunun qaydaları nədir? Və insan gələcəyini görə bilirsə, planlaşdıra bilirsə, proqnozlaşdıra bilirsə, bu şərt deyil ki, həmin adam sizlə davam edəcək. Ən azından sizə də bu faydalıdır ki, sizlə davam etmək istəməyən adamı əvvəlcədən aydınlaşdıra bilirsiniz. Bu necə münasibət qurulmalıdır? Biz gedib müdirdən soruşmalıyıq ki, sizin mənlə bağlı planlar nədir, yoxsa özü gəlib bizə deməlidir? Birincisi dediyimiz kimi şirkətin normal və hamıya açıq olan müvafiq qaydalar olmalıdır. Karyera proqresi ilə bağlı və ya da ki, əmək haqqının formalaşdırılması ilə bağlı. Yəni burada hansı əmək haqqı məlumatın yazılması lazım deyil. Normalda da yazılmır. Amma işçidən gözləntilərin və onun deyək ki, proqresi üçün müəyyənləşdirilən vaxt axımı nədir? Yəni mən misal üçün mənim deyək ki, fəaliyyətim menecerimin öz şəxsi istəyinə uyğun olaraq nə vaxtsa qiymətləndiriləcək, yoxsa konkret hansısa bir milestonelar deyək, milestonelar var. Hansı rübli əsasda ilin sonunda və yaxud da ki, yarım illik əsasda mənim fəaliyyətim qiymətləndiriləcək. Qiymətləndirilirsə hansı keyfiyyətlərə və hansı meyarlara baxılır? Məndən gözləntilər nədir? Ki, insan ondan asılı olan gözləntiləri obyektiv şəkildə bilsin. Belə olduqda əmin olun ki, bu menecerin də vaxtına qənaət edir, işçinin də vaxtına qənaət edir. Çünki insanlar əksər halda nəsə qeyri-müəyyən olduqda gedib menecerindən onu soruşmağa məcbur olur. Təbii ki, burada dialoq da önəmlidir. Bunu tamamilə kəsib atmaq olmaz. Müvafiq qiymətləndirməni etdikdən sonra menecer öz fikrini əsaslandırmalıdır işçisinə. O nəyə görə düşünür ki, həmin adam hansısa gözləntini, KPI-yi qarşılayır, hansınsa qarşılamır. Və bu dialoqun özü də əslində bir belə deyək, könüllülük əsasında olmamalıdır. Bu da müvafiq şəkildə, yəni şirkətdə formalaşdırılan həmin o prosedur və proseslərə uyğun olmalıdır. Ki, menecerin şəxsi istəyindən asılı olmamalıdır ki, əgər o istəyirsə öz səbəblərini izah etsin işçiyə, istəmirsə etməsin. Gördüyünüz kimi bu tənzimləmənin təmin edilməsi əslində hamı üçün belə deyək, ədalətli bir oyun şərtləri formalaşdırır. Və insanlar başa düşür ki, belə deyək, qanun və qayda şaxtı, fərdlər yox. Və bu sağlam iş mühitinin yaranmasına gətirib çıxardır, toksik iş mühitinin qarşısını alır. Razıyam sizinlə. Məmməd bəy, bəs yüksəliş müsabiqəsində qalib gəlmək üçün sizcə hansı yazılan və yazılmayan qaydalar var? Yazılan qaydalar yəni ki, hamıya məlumdur. İmtahanlar nələrdən ibarətdir, mərhələlər nədən ibarətdir, onlar kifayət qədər aydın şəkildə qeyd olunur. Və yazılmayan qayda dedikdə məncə bu əslində yüksəlişə xas olan bir şey deyil. Bu ümumiyyətlə həyata biz bunu tətbiq edə bilərik. Ki
bayaq dediyimiz kimi hər bir şeyi tənzimləmək olmaz. Və müəyyən məsələlər artıq insanın özünün şəxsi keyfiyyətləri və təcrübəsi əsasında formalaşır. Və bunun başında mən düşünürəm ki, məsəl üçün yüksəlişdə əgər biz konkretləşdirirsək, birinci insanın qarşısında konkret məqsəd və dediyimiz kimi bir missiya olmalı ki, siz niyə ora qatılmaq istəyirsiniz? Və bu missiyanız olduqdan sonra və özünüzü inandırdıqdan sonra ki, bəli siz bura qatılmalısınız, siz artıq ikinci etap olaraq qarşınızdakını inandırmağa başlayırsınız ki, nəyə görə siz burada olmalısınız və qalib olmağa layiqsiniz. Bax, qələbənin də əsas belə deyək, başlanğıcı oradan başlayır ki, bayaq o söhbətimizin əvvəlindəki yerə qayıtsaq ki, qarşısındakını inandırmaq məsələsi. Sən özün ona inanmırsansa, ona layiq olduğuna inanmırsansa, təbii ki, bu layiqliyin də hansısa bir abstrakt təsəvvürün əsasında formalaşmamalıdır. Yəni sən özünü qiymətlənd. Mən əvvəlki illərdə də məsəl üçün qatılmışdım yüksəlişə, amma zəif tərəfim var idi və ona görə yuxarı mərhələyə keçməmişdim. Və bilirdim ki, məsəl üçün mən rəqəmsal analitika qabiliyyətlərimi inkişaf etdirməliyəm və bu keçən il ona vaxt ayırdım, inkişaf etdirdim və nəticəsini gördüm. Ona görə yazılmayan qayda bundan ibarətdir ki, obyektiv olmalısınız, ən azından özünüzə qarşı. Zəif və güclü tərəflərinizi başa düşməlisiniz və özünüz inandıqdan sonra ki, artıq siz qələbəyə layiqsiniz, o daha asan olacaq qarşınızdakını da inandırmağa. Aydındır. Təşəkkür edirəm sizə gəldiyinizə görə. Mövzu ilə bağlı ola bilər ki, həm yüksəlişlə bağlı, həm də korporativ idarə etmədəki trendlərlə bağlı. Biz nəyisə danışmadıqsa, nəsə vacib qaldısa, sonda əlavə edə bilərsiniz. Minnətdaram bir daha dəvətə görə. Biz belə deyək, qısa zaman çərçivəsində əsas məsələlərə toxunduq. Təbii ki, korporativ idarə etmə kifayət qədər detallı bir sahədir və düşünürəm ki, Azərbaycanda aktuallığı getdikcə də artacaq. Çünki investor bazası genişlənir, artıq bir sıra böyük dövlət şirkətləri özəlləşdirilir, bir sıra bankların artıq səhmləri çıxarılır bazara və belə olduqda investor bazası genişləndikcə investor və şirkət arasında, menecmentlər arasındakı münasibətlərin də daha belə detallı şəkildə tənzimlənməsi məsələsi daha da aktuallaşacaq və bu mövzu aktuallaşmağa davam edəcək Azərbaycanda. Qismət olsa o vaxtda daha detallı şəkildə müzakirə edərik. Mən əminəm ki, biz yenidən görüşəcəyik. Təşəkkür edirəm sizə gəldiyinizə görə. Bugünkü həmsöhbətin 5-ci yüksəliş müsabiqəsinin daha bir qalibi olan Məmməd Balacanov idi. Biz onunla birlikdə korporativ idarə etmədə müasir trendlər və hüquqi tənzimləmələr haqqında danışdıq.